İlk öncə geriyə hərəkət zamanı nələrə diqqət etməliyik? Yəni bunun nəzər tərəflərinə baxaq. Bilməliyik ki, harda avtomobili arxa-arxaya hərəkət etdirmək qadağandır. 1. 10 dənə yer sayıram. 1. Avtomagistrallarda. 2. Avtomobil yollarında. 3. Yol ayrıclarında. 4. Yol çiyinlərində. 5. Körpülərdə. 6. Tunellərdə. 7. Estakadalarda. 8. Körpü və estakadaların altında. 9. Piyada keçidlərində. 10. Dəmir yol keçidlərində. 10 nöqtəni saydım, düzdürmü? İndi gəl baxaq görək biz bu sadalanan 10 nöqtəni, 10 yeri tanıyırıq, yoxsa yox? 1. Magistral yol. Avtomagistrallar. Hansıdır avtomagistral yollar Gülanə? Məsələn, öz rayonumuzda deyim ki, Bakıdan Seyzənə gedən yol avtomagistral yol sayılır. Bu 20 yanvardan Xırdalına gedən yolda sayıla bilər. Çünki yolda yəni hər hansı bir marşrut falan saxlamır. Yox. Bax, avtomagistrallar 5.1 nömrəli nişanla, yəni magistral yol nişanı ilə işarələnmiş, çox zolaqlı, yüksək sürətli, böyük əhəmiyyətli və yaşayış məntəqəsindən kənar yollardır. Yaşayış məntəqəsindən kənar yollardır dedikdə, onun da yaşayış məntəqəsindən keçən bir hissəsi ola bilər. Əlamətləri nədir bizim? Loro dilindən izah edirəm. O yolda piyada keçidi olmaz. Yəni piyada keçidi olsun, oradan kimsə keçsin, bu olmaz. O yolda işıqfor olmaz, svetofor olmaz. Sonra o yolda yol ayrıcları deyək də, yəni sağdan, soldan o yollara birləşənlər və yaxud da bunlar olmaz. Bu dediyimiz kimi yaşayış məntəqəsindən kənar, qopmuş bir yoldur. Və avtomagistrallarda sürət həddi 90-ın üzərindədir. 100-110 olur. Bizdə maksimal ümumiyyətlə sürət həddi 110-dur biləsən. Çox adam bu Quba yolu ki var, təzə açılan ödənişli yol, o yolda sürət həddi məhdudiyyət nişanı yoxdur deyə elə düşünür ki, orada mən 160-200 sürə bilərəm. Xeyr, bizdə maksimal sürət həddi yaşayış məntəqəsindən kənarda 110 km müəyyənləşdirilir. Vacib deyil ora sürət həddi nişanı qoysunlar, yaxud da radar qoysunlar. Deməli, avtomagistrallar bildik hansı yollardır? Misal üçün, Bakı-Ələt-Astara yolu magistral yoldur. Və yaxud da Betonka deyirik, Zığ şosesi magistral yoldur. Bu yollarda qadağan olunan çox şeylər var. Ancaq bizə aid olanı geriyə hərəkət olduğu üçün biz bundan danışırıq. Məlum oldu mu? Birinci, avtomagistral yollardır və hansı yollardır? 2. Avtomobil yollarında arxa-arxaya hərəkət qadağandır. Bəs avtomobil yolları hansıdır? Bilgin varsa, de. Avtomobil yollarındakı yaşayış məntəqəsində olan sürət həddi 90-dan aşağı olur və orada piyada keçidi falan olur. Deyərdim. Deməli, avtomobil yollarda elə magistral yol kimi, o da çox zolaqlı, yüksək sürətli, böyük əhəmiyyətli yollardır. Amma bəli, yaşayış məntəqəsi ilə bağlantısı olan, əlaqəsi olan yollardır və o yollarda maksimal sürət həddi saatda 90 km-ə qədərdir. Misal üçün, hava limanı istiqamətinə gedirik, aeroport yolu deyirik, o yol. Gör neçə zolaq var orada. Çox adam oranı magistral yol hesab edir, magistral bilir. Xeyr, magistral yol deyil. O yolda yanlış olan çox şeylər var idi, düzəltdilər. Birinci sürət həddi saatda 120 km müəyyənləşdirilmişdi, düzəltdilər. Saldılar 110-a, sonra 90-a. İndi qalıb orada bir tək qoşa xətt məsələsi, hansı ki, qoşa xəttdə bir tərəfli yolda tətbiqi nəzərdə tutulmayıb. Qoşa xətt qarşılıqlı hərəkət təşkil olunmuş yollarda axını ayırmaq üçün tətbiq olunur. Yəni, ora bir tərəfli yoldur, orada qoşa xətt var. Onu da düşünürəm ki, yəni hər hansısa bir istiqamətdə təmir gedərsə, axını bu tərəfə yönəltmək üçün qoyublar. Ancaq qırıq-qırıq xəttləri niyə qoyublar, onu bilə bilmirəm. Əlqərəz, avtomobil yolu, aeroport yolu və yaxud da Ziya Bünyadov prospekti.
və yaxud da Bakı-Sumqayıt şosesi və yaxud da Heydər Əliyev prospekti, Moskovski prospekti dedik. Avtomobil yollarında da arxa-arxaya hərəkət qadağandır. 3. Yol ayrıcıları. Yol ayrıcı dedikdə nə başa düşürük? Sağdan, soldan yola, baş yola giriş olmağı. Getdiyin yolda sağa da, sola da yolun olmağı. Yol ayrıcı hündürlük baxımından eyni səviyyəli yolların birləşməsi, kəsişməsi, şaxələnməsidir. Misal üçün, 4 yol ayrıcıdır. Və yaxud da dairə, krok, dairəvi hərəkət təşkil olunmuş yol ayrıcıdır. Misal üçün, buradan dairəyə daxil olursan, fırlanıb o biri çıxışdan çıxırsan, yaxud ikinci çıxışdan, yaxud birinci çıxışdan çıxırsan. Demək ki, yol ayrıcılarında da geriyə hərəkət qadağandır. 4. Yol çiyinləri. Yol çiyini dedikdə nə başa düşürük? Yol çiyini dedikdə əsas yolun qırağında olur yollar. Aha. Həmin yollara yol çiyini deyilir. Köməkçi kimi də belə. Yol çiyini, qızım, yolun tərkib hissəsinə aid olub, hərəkət hissəsi hesab edilməyən yerlərdir. Sözün kökünə baxaq, yol nəyi? Çiyini. Çiyin, insanın çiyini. Haradır? Kənarı. Yol çiyini də yolun kənarıdır. Misal üçün, adətən rayon yollarında daha çox rast gəlirik. Asfaltın kənarında bir 2-3 metr enində də bir torpaq yeri olur. Bax, oradır yol çiyini. 5. Körpülər. Bilirsən, körpülər. Haradır? Körpülərdə arxa-arxaya hərəkət qadağandır. 6. Tunellər bilirsən. Arxa-arxaya hərəkət qadağandır orada. 7. Estakadalar. Bəs estakadalar hansılardır? Onu bilmirəm. Estakadalar da dirəklər üzərində olan körpülərdir. Loru dilləndisə mürəkkəb körpülərdir, qarışıq körpülərdir. Misal üçün, Koroğlu tərəfdə olan. Eynən, Koroğlu metro stansiyasının yaxınlığında var. Buradan qalxırsan, fırlanırsan, gəlirsən, bir də baxdın, çıxdın aeroport yoluna, yaxud Ziya Bünyadov prospektinə, yaxud da Heydər Əliyev prospektinə. Demək ki, estakadalarda geriyə hərəkət qadağandır. 8. Körpü və estakadaların altında da geriyə hərəkət qadağandır. 9. Piyada keçidlərində, 10. Dəmir yol keçidlərində. 10 dənə yer saydıq və hamısında açıqladıq. Bildinmi hansı hansıdır? Bu 10 dənə yerin, Gülanə, üzərinə əlavə olaraq bir neçə yerdə tapıb düzüb qoşmaq olar. Məntiqlə yanaşsaq, harada ki bizim geriyə hərəkətimiz, yəni avtomobili arxa-arxaya sürməyimiz, digər hərəkət iştirakçıları üçün təhlükə yaradırsa, orada arxa-arxaya sürmək qadağandır.